Heç yere getmirsən, bugün dünyanın en çətin yemeği olan mərci supu yiyəcəyik birlikte. Yanında da her zaman bir dilim soğan, bir dilim limon, keşniş ve şüyüdlə birlikte yiyirəm. Bir de ki, her zaman yediğim boradina çöreğiyle birlikte. Başka çörək yeyə bilmirəm. Soğanı qəşəngcə sıxırıq mərci supunun üstünə. Biraz da duz qatırıq ve ya bismillah deyib yeyirik. Dünyanın en çətin hazırlanan yemeğidir. Podrugam hazırlayıb ve çok güzel dadlı edib. Əsl restoranlardaki kimi. Çok dadlıdır da. Təbii ki, göyərtisiz olmaz. Bu göyərtini indi duza qəşəng batırıram. Çok qəşəngdir. Mütləq belə yiyin. Bunun dadı ayrıdır.